Hər vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Biz bugün sizinlə sözün, yəni preposition mövzusunun qısa izahına baxacağıq. Niyə qısa deyirəm uşaqlar? Çünki burada izah ediləsi şey çoxdur və əksinə əzbərlənəsi, öyrənəsi şey çoxdur. Ona görə ki, yaxşı olar ki, siz burada hər sözünüyə ayrı-ayrı işləndiyi məqamları, ifadələri ayrı-ayrılıqda veriblər. Bunları öyrənəsiniz. Əzbər yadınızda saxlayasınız. Və birbaşa belə deyim də informasiyanı qəbul etdikdən sonra birbaşa gedib test işləyəsiniz. Yeni olan informasiyanı tətbiq etdikdə o informasiya artıq sizin məhsulunuza çevrilir, uzun müddətli yaddaşınıza yazılır. Tək bu preposition-a aid deyil, əlbəttə ki, bütün qaydalarda belədir. İndi gələn baxaq, söz önü nədir? Azərbaycan dilində söz önü yoxdur. Bizim sözlərlə əlaqəmiz ismin halları vasitəsilə düzəlir, şəkilçilər vasitəsilə düzəlir. Amma ingilis dilində ismin halı deyə bir şey olmadığına görə bu sözlər arasında, cümlədəki sözlər arasında əlaqə və yaxud da fikrin tamamlanması düşür söz önlərinin üstünə. Söz önü nədir? Preposition ismin və ya əvəzliyin və yaxud da gerundun qarşısında işlənir və yenə deyirəm, sözlər arasında əlaqə yaradır. Buna preposition deyirlər. Bir də var uşaqlar, postposition. Postposition nədir? Adətən feillərin sonunda işlənir. Yəni, preposition və postposition eynidir, sadəcə işlənmə yerinə görə adı fərqlidir. In həm prepositiondur, məsələn, həm postpositiondur. To include in, daxil etmək. Məsələn, daxil etmək feili həmişə in sözünüsünü qəbul edir. Interested in, to be in a hurry və s. İndi preposition, baxın, in nə deməkdir? Bir əsasları veribdir, sonra da kiçik-kiçik digərlərini izah edibdir. In dadə içində deməkdir. In həm zaman bildirir, həm də yer bildirir. Zaman bildirərkən illər, aylar, əsrlər, fəsillər, hansı ki, yəni böyük, uzun müddətli zaman göstəricisi ilə işlənir və daha sonra işlənə bilir. Məsələn, in 5 minutes deyəndə sonra mənasında gələcək zaman bildirir. Yəni, mən səni 5 dəqiqəyə sənə zəng edəcəm. 5 dəqiqə içərisində, 5 dəqiqə sonra sənə zəng edəcəm. Və yaxud da ev 2 ilə tikiləcəkdirsəm, o zaman in 2 years olur. Gələcək zaman bildirəndə in ilə işlənir. Ölkə, şəhər, kənd, dağ, bağ sözlərinin qarşısında işlənərək yer bildirir. Gürcüstanda, Rustavidə, mənim kəndimdə, yaşayış məskənində, həyətdə. İndi baxaq, dedik ki, baxın, aylarla in işlənir, illərlə işlənir, günün hissələri ilə işlənir. In the morning, in the afternoon, bunu əzbərləmək lazımdır. Keçmişdə, qədim zamanlarda, indiki vaxtda, gələcəkdə in işlənir. Fəsillərlə in işlənir. Çayda, dənizdə in işlənir, okeanda, göldə. Və yaxud da zaman bildirən olaraq uşaqlığımda, gəncliyimdə, nəyinsə ortasında, otağın küncündə. Baxın, otağın küncündə indir, küçənin küncündə ət olacaq. At the street of the corner. In front of önündə deməkdir. Həmişə birlikdə işlənir. Güzgüdə. Sonra baxın, in honor of, kiminsə şərəfinə, kiminsə xatirəsinə, açıq havada, in detail, hər tərəfli. Bu ifadələri öyrənmək lazımdır. Buna diqqət edin, kresloda in işlənir, amma divanda on işlənəcək. On the sofa. Bu kimi şeyləri əzbərləməsəniz, uşaqlar yadınızda qalmayacaq. Şkafda in zədi, amma rəfdə on the shelf. Baxın. Çünki rəfin üstünə qoyursan, şkafın içinə qoyursan. Başqa nə var? In a queue, in a row, cərgədə, sırada. In a car, in a taxi. Əgər nəqliyyat vasitəsinin önündə article varsa, in işlədəcək. Yoxdursa, by işlədəcək. By taxi. In time, vaxtında deməkdir. Bir də var on time, onu on time-a gəldi, izah edəcəm nədir. Sonra baxaq, burada nə qədər? In addition, əlavə olaraq, nəqd pulla ödənir. To pay in cash. Nəqd pulla dedikdə in işlənir. Amma çek ilə və yaxud da kredit kartı ilə ödəniş deyəndə buy sözünün üstü işlənir. In my mind, daha doğrusu to my mind və ya in my opinion.
Paltolu, in a coat. Burada şey də olmalı, rəng də olmalıydı. In green. Daha hana getdi? In the dark. Bunu verməyibdi. Rəngdə də məsələn qırmızı rəngli paltarda olan qadın deyəndə lady in red deyirik. Tamammı? Sonra baxaq. Burada hamısı preposition idi. İndi in-in postposition işləndiyi situasiyalar, expressionlar və feillər var. Baxın, imtahan vermək, qiymət almaq, inanmaq, maraqlanmaq, iştirak etmək. Bunlar hamısı in ilə işlənir. Tələsmək, to be in time, vaxtında olmaq, hand in, vermək, təqdim etmək və s. Dress in green burada veribdir. Mən yuxarıda dediyimi. Hər hansı bir rəngdə, geyimdə olmaq in ilə işlənir. To be rich in, zəngin olmaq, to go in for sports, idmanla məşğul olmaq. Bunları artıq əzbərləmək lazımdır uşaqlar. At dadə həm yer zərfi, həm sözünü zaman bildirən sözün ola bilər, həm də yer bildirən sözün ola bilər. Yanında, arxasında bildirir yer mənasında. Baxın, saatlarla at işlədirik. Bayramlarda əgər day, holiday sözü yoxdursa at işlədirik. Yox, day, holiday varsa onu işlədirik. Dedik günün hissələrlə səhər, günorta, axşam indi. Amma at night, at noon, at dawn, at sunrise bu gün çıxanda, gün batanda, gecə yarı bunlarla at işlədirik. Həftə sonu at the weekenddir. Eyni zamanda at the same time, erkən yaşda at the age of 5 məsələn 5 yaşında bunlarla at işlənir. Sonra at ilə işlənən ifadələr var. At once, at first, at last, at least. Başqa nə var? At ilə maraqlı olan. Baxın, at the door. Qapının ağzında yanında kimsə var. Qapını döyür, kimsə döyür. Deyirsən ki, yəqin qapının yanında kimsə var. Amma qapının üstünə dekor desək, üzərində, o zaman on the door olacaqdır. Tamam mı? Stol arxasında, parta arxasında sit at the table'dır. Sonra at the bottom of, at the top of, nəyinsə başında, axırında. Kimdəsə olmaq, dostumgildə, Kategildə olmaq atdir. Sonra atin postposition kimi işləndiyi yerlər, nədəsə yaxşı olmaq, nəyinsə bacarmaq və yaxud da bacarmamaq bu at ilə işlənir. Gülmək, gülümsəmək at ilə işlənir. To arrive, baxın, kiçik yerlərə çatanda at işlənir. Yadınızda saxlayın. Arrive heç vaxt bu ilə işlənmir. Bu olmaz. Arrive ya to ilə, at ilə işlənir, ya in ilə işlənir. Kiçik yerlərə çatanda at deyirik. İndi qalxaq inə, o bizim gözümüzdən qaçmışdı. To arrive in. Baxın, arrive in London. Böyük yerlər, şəhərlər, ölkələrdən söhbət gedirsə in işlədəcəyik. Kiçik yerlərdən söhbət gedirsə at işlədəcəyik. Amma heç vaxt to olmaz. Baxın, burada da buna da diqqət edin. At the end of nəyinsə sonundadır. Amma in the end sonda, nəhayətdə, axır ki bu mənadadır. Knock at, döymək, look at, baxmaq. Bu qapını döyməkdir. Shoot at, atəş açmaq, atmaq. Shoot with a gun, silah ilə atmaq. Sonra indi gəldik ona. On yenə həm zaman bildirə bilir, həm də yer bildirir. Yer bildirəndə üstünə mənasındadır. Baxın, həftənin günləri ümumiyyətlə tərkibində day sözü olan nə varsa qarşısında on işlənir. On Wednesday, on Christmas Day, on a sunny day, on my birthday. Əgər ay veribsə, ayın yanında gün veribsə, biz on işlədirik. Təkcə ay olsaydı in işlədərdik. Sonra morning, afternoon, evening ilə dedik ki, biz in işlədirik, düzdür. Amma onların yanında həftənin gününü bildirən söz olarsa, biz on işlədəcəyik. Bayramlarla at işlənir və yanında day olanda on işlənir. Ərəfəsində ondur. Həftə sonu at idi, amma həftə günlərində, həftə içində ondur. Baxın, hansı sözün sonunda day varsa, bu zaman on işlədəcəyik. İndi on time var idi, bir də var idi in time. On time o deməkdir ki, məsələn, saat 3-də dərsimiz başlayır.
Və mən gec olmadan saat 3-də gəlmişəm, 12:59-da gəlmişəm, vaxtında gəlmişəm, qrafikə əsasən gəlmişəm. In time isə gec olmadan, yəni burada bir qrafik yoxdur. Hani in time? In time da vaxtında deməkdir, amma bu hər hansı bir qrafikə əsaslanıb demirik bunu. Çox gec olmadan çatdıq, yəni vaxtında çatdıq nahara, bizi çox gözləmədilər bu mənada. Amma imeni qrafikə, xüsusilə qrafik verilmiş saata uyğun vaxtında çatanda on time olur. Sonra başqa nə var? What's on, nə baş verir, nə gedir teatr, kino haqqında bunu soruşuruq. Aha, baxaq başqa nə var? On the contrary, əksinə, on the whole, ümumiyyətlə, on sale, endirimdə. Bunlar on ilə işlənir. Digər tərəfdə dedik, kresloda in idi, ancaq divanda on olacaq. Bir də var uşaqlar. Baxın, dedik ki, əgər taksi artikel var idisə, in a taxidir və yaxud da in a cardır. Amma artikel yox idisə, buy verirdik, buy taxi. İndi bəzi nəqliyyat vasitələri ilə də on işlədirik. In ilə onu necə fərqləndirək? Yadınızda saxlayın, əgər bir nəqliyyat vasitəsində ayaq üstə dura bilirsinizsə, ayaq üstə səyahət edə bilirsinizsə, gəzə bilirsinizsə, bu zaman on işlədəcəyik. Baxın, bus. Ayaq üstə dura bilirik, düzdürmü? Təyyarə, ship, train. Bunlar hamısını ayaq üstə dura bilirik. Amma maşında, taksidə dayana bilmirik. Ona görə onlarla in veririk. Velosipedin, atın isə uşaqlar içərisi yoxdur. Onların üzərində səyahət etdiyimiz üçün on veririk. Belə yadınızda saxlaya bilərsiniz. On purpose, qəsdən bilərəkdən, on behalf of, kiminsə adından, so on və s. Burada onun preposition kimi işləndiyi situasiyalar idi. Bu kimi feillərdən sonra isə on postposition kimi işlənir. Bunu əzbərləmək lazımdır. Keçək to-ya. Baxın, to A istiqamət bildirir. Kiməsə abidə qoymaq, görə, kiməsə məktub, nəyinsə həll yolu və s. Bunlar to my mind, fikrimcə, amma in my opinion idi. Yadınızdadırsa. Baxın, answer feilinə baxaq və visit feilinə baxaq. Bunlar feil kimi işləndikdə onlardan sonra söz önü işlənmir. Məsələn, I answered the call. Mən zəngə cavab verdim. Gördünüzmü? Söz önü işlətmədim. Əgər answer feil kimi işlənirsə, amma isim kimi işlənirsə, I have an answer to your question. Düzdürmü? Mənim sənin sualına cavabım var dedikdə, isim işləndikdə isimdən sonra to işlənir. Eyni ilə visit də elə. Mən Londona gedirəm, Londona baş çəkirəm deyəndə I visit London deyəcəyik. Amma mənim Londona səfərim var deyəndə I have a visit to London. Artıq burada isim kimi olanda ondan sonra sözünü işlədəcəyik. Uşaqlar, capital letterə diqqət etmədim. Siz də etməzsiniz. Sonra başqa nə var burada? Gerdə qalanı əzbərləyirsiniz. Baxın, say-dən sonra mütləq söz önü işlənməlidir. To tell birbaşa işlənirdi. Onda heç nə yox idi. To tell me. Amma say-dən sonra söz önü gəlməlidir, əgər obyektli olacaqsa. Sonra gəlirik. With ilə lalə birgə deməkdir. Bəzi yerlər var ki, orada məsələn ilə lalə də deyil, amma işlənir. Yəni burada bir qanunluq axtarmaq lazım deyil. To deal with, bəhs etmək. Biz əslində nədənsə bəhs etmək deyərdik, amma burada ingilislər ilə lalə işlədir. Bunu nəzərdə tuturdum. Sonra keçdik of, həm dan-dən deməkdə, həm haqqında və yəni yiyəlik halı da göstərir. In spite of, instead of, a number of, bunlar həmişə birlikdə işlənir. At the age of. Məsələn, baxın, burada a slice of, a piece of, burada yiyəlik hal kimi işlənir. To be jealous of, nə isə kimsə qısqanmaq. Bunları da yenə əzbərləyirik. For, uğrunda, lehinə, üçün, ərzində, müddətində. Bu ən asanlardan biridir. İşləndiyi feillər də o qədər çətin deyil.
Ya da mən artıq öyrənmişəm. From dan deməkdir. Nədənsə çəkindirmək, nədənsə fərqlənmək, nədənsə əziyyət çəkmək, kimdənsə eşitmək, nədənsə qorumaq, belə şeylər var. By həm tərəfindən deməkdir. By me, mənim tərəfimdən kitab yazıldı. Yadınıza gəlir, passive voice-da bu by var idi. Yanında deməkdir. By car, by the car, maşının yanında, nə bilim nə. Maşın ilə, avtobus ilə, yəni nəqliyyat vasitəsi kimi olanda da by işlənir. By mistake, səhvən, by heart, əzbərdən. Sonra burada da mixed preposition var, yəni müxtəlif feillərlə işlənməsi verilibdir. Rəhbərliyin altında, qapının altında, stolun altında, hakimiyyət altında və s. Sonra burada feillərlə müxtəlif, hər feilin belə deyim də, müxtəlif sözünü götürərək fərqli məna ifadə etməsini bildiribdir. Burada sizə bunları da əzbərləmək lazımdır. Və məsələn, since biz öyrənmişdik ki, perfect continuous'da işlənirdi. For yenə elə, against əleyhinə deməkdir. Till, until qədər deməkdir. Dan, during ərzində, about təqribən haqqında. Bunlar azdır, spesifikdir, ancaq bunları da öyrənməniz lazımdır uşaqlar, əzbərləməniz lazımdır. Bilirəm, material çoxdur, amma hissə-hissə öyrənərək test işləsəniz, əmin olun ki, sizin yadınızda qalacaq. Burada əsas olan test işləməkdir. Ümid edirəm, uşaqlar sizin üçün faydalı olar.